Eyni şey başqa misal Amerikada Spanx şirkətinin direktoru var. Qadın alt paltarı şirkətidir, milyardlıq bir şirkətdir. Heç bir yatırım olmadan adam bunu qura bilib. Kişilər onu eləyə bilmir. Yəni kişilər yatırım olmadan milyarddan yüksək şirkət qura bilmir. Bu necə qura bilib? Bunun empatiya hissi var və qadındır. Bu deyir ki, mən istəmirəm şalvarımın altından alt tumanımın rezini görsənsin. Gəlir o şirkətə göstərir, deyir, belə bir dənə alt paltarı düzəldin mənim üçün. Onu düzəldənlər də kişilərdir. Deyir, ay xanım, bu məntiq yoxdur, bu niyə eləyək? Bu axı istehsal prosesində problem yaradır, baha başa gəlir və s. Bu deyir ki, yox, bunu belə eləmək lazımdır. Cəmaət aya uçur, bir dənə alt tuman düzəldə bilmirsiniz. Və o onu eləyərək, indi siz bəlkə o brendi bilmirsiniz, amma o rezinsiz olan alt paltarların o qadın kəşf edib və liniyadır da, yəni fərqli paltarlardır. Və onunla da milyard qazanıb adam. Çünki qadın olduğunun fərqindədir. O gedib kişilərlə yarışmır ki, mən səndən güclüyəm, mən səndən ağlıyam, eləmir. Bir bəli, mən qadınam, mənim empatiya hissim var, mən qadını başa düşə bilirəm, sən kişi başa düşə bilmirsən, ona görə mən onu eləyirəm. Bir dənə də yerli misalını çəkəcəm, ondan yekunlaşdıram. Zara var, Alza adında bir brend yaratmışdı burada. Qadın paltarları, axşam geyimləri və s. Şəxsən tanıyıram o qızı və çox böyük də hörmətim var. Yenə də mən açsam o qadın mağazini uğursuz olacaq. Mən bilmirəm sizin nə xoşunuza gəlir. Mən bilmirəm, nə bilim, hansı paltarı, hansı ayaqqabı ilə geyinirlər və s. Amma o gedib düzgün kolleksiyanı alır, import edir, satır, arendaya verir və s. və uğurlu ola bilir.